Rusiyada anlayırlar ki, bu məsələ yalnız mövcud hakimiyyətin yox, həm də bütöv cəmiyyətin baxışıdır. Ermənistan cəmiyyəti Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri yenidən nəzərdən keçirir. Telegraf xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi bəyanatları şərh edərkən deyib. Rusiyanın Ermənistanı sol cibinə, Azərbaycanı isə sağ cibinə qoymaq planı alınmadı. Onların Qafqazla bağlı bu siyasəti məhv edilir, ekspert qeyd edib. Politoloqun fikrincə, Rusiya Ermənistanla bağlı nə edəcəyini bilmir. Ermənistanı cəzalandırmaq onu Rusiyanın istəmədiyi istiqamətə daha sürətlə getməyə məcbur etmək deməkdir. Cəzalandırmamaq isə Ermənistanın suveren siyasət çərçivəsində etdiklərini davam etdirməsinə imkan verməkdir. Əgər Ermənistanın Avrasiya bazarına çıxışını bağlasalar, bununla hədələyirlər. Bu da problemli addım olardı. Çünki Lars yolunu bağlamaq Rusiyanın Qafqaza yeganə yolunu bağlamaq deməkdir. Üstəlik belə addımlar İrəvanı Moskvanın ölümcül dərəcədə qorxduğu qərarlar qəbul etməyə sövq edə bilər. Putinin Ermənistandakı Rusiya meyilli qüvvələrlə bəyanatına toxunan Safaryan söyləyib ki, Rusiya lideri bu çıxışı ilə əslində həmin qüvvələrə zərər vurub. Başqa bir ölkənin prezidentinin digər ölkədə daxili işlərə müdaxilə edən qüvvələrə sahib olduğunu deməsi rüsvayçılıqdır. Bu, həmin siyasi qüvvələrin dəfn olunması deməkdir. Safaryanın fikrincə, Vladimir Putinin bu bəyanatı Ermənistan Mərkəzi Seçki Komissiyasının həmin qüvvələri qeydiyyata almaması üçün kifayət edir. Onlar güclü Ermənistandan danışırlar. Başqa bir fraksiya isə Ermənistan adını daşıyır. Amma nəticədə məlum olur ki, bunlar sadəcə Ermənistan adından istifadə edərək başqa ölkələrə xidmət edən qüvvələrdir. Aprelin 1-də Vladimir Putin Nikol Paşinyanla görüşdə Ermənistanda həbsdə olan Rusiyalı milyarder Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkir. Putin deyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir. Bu sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər. Ermənistan baş nazirinin Rusiya prezidentinə cavabı belə olub. Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan konstitusiyasına görə Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-sində keçiriləcək. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.